Çağrı efirdə əziz tamaşaçılar, telefonlarımız da açıqdır. 510-02-04-69-74 SMS numaraları açıqdır. Şübhəsiz ki, hamı telefona düşə bilmir, zəng eləyən çoxdur. Odur ki, SMS-lərlə suallarınızı ünvanlaya bilərsiniz. Mən sizə xatırladıram ki, Enoan sponsorumuz olan distributor, bir distributor tərəfindən gətirilir Azərbaycana və bu distributor Ukraynanın Krım vilayətindən gətirdiyi bu məhsullar çox məhdud miqdardadır. Enoantın demək olar ki, müalicə effekti olduqca böyüdür. Təsadüfi deyil ki, məsələn, C vitaminindən antioksidant gücü 15 dəfə, qan plazmasının antioksidant gücündən isə 30 dəfə çox olan bu Enoan, demək olar ki, işemik xəstəliklərdə, qan azlığında, onkoloji xəstəliklərdə, ondan sonra stres yorğunluqlarında və s. də əvəzsiz bir məhsuldur. Telefonları xatırladıram. 050 221 94 43 055 233 20 00 və 012 511 84 21 nömrələrinə zəng vursaz Enoantı əldə eləyə bilərsiniz. Bundan başqa Herbaflora şirkətinin fitoklublarına da müraciət eləsəz, o zaman Enoantı əldə eləyə bilərsiniz. Belə ki, fitoklubların nömrəsini xatırladıram. 012 561 85 01, 012 492 23 46 və 012 492 29 53 isə Bənövşə Yaşıl aptekinin nömrəsidir ki, bax bu nömrələrə zəng vurmaqla siz Enoantı əldə eləyə bilərsiniz. Həmçinin bir çox məhsullar var ki, biz burada efirdə onlar haqqında danışırıq, amma şübhəsiz ki, biz onu sizə təqdim eləyə bilmirik. Odur ki, yaxşı olar ki, elə gedəsiz həm fitoklublara, həmçinin də fitoklubların biri elə Bənövşə Yaşıl aptekindədir. Bənövşə Yaşıl aptekinə istədiyinizi oradan əldə eləyə bilərsiniz. Belə ki, çarənizi özünüz axtarın. Çarənizi kiməsə, qonşuya və filana tapşırmayın. Kimdənsə bunu eşitdim də deməyin. Biz deyirik, siz eşidin. Və gedin və görün. Belə əziz tamaşaçılar, alo. Alo, sağ olun. Bəli, aleyküm salam. Danışan Aygün xanımdır. Mənim sualım kosmetoloqadır. Deməli, mənim dərim çox qurudur da, əslində artıq həssasdır. Bəzən danışanda belə çox dartılır quruluqda. Burada nə vitamin çatışmazlığı var, nə məsləhət görərdiniz, nə maska məsləhət görərdiniz? Hansı vitaminlər çatışmazlığından belə? Oldu xanım, aydın oldu sualınız. İkinci telefonu da qəbul edək. Alo. Alo. Bəli. Salam, bayramınız mübarək. Sağ olun, sizi ilə bağım. Zeykina xanımdır. Mən öz nəvəmlə bağlı söz sual vermək istəyirəm. Nəvəmin 6 yaşı var. Aha. Qaçanda, ağlayanda, güləndə öskürəyi tutur onu, çox güclü. Aha. Bu barədə deyirdim, bəlkə mənə bir məsləhət verər. Balacalıqdan belədir. Laf körpəlikdən belədir. Laf körpəlikdən belədir. Çox qaçdı, çox güldü, çox ağladı. Öskürəyi də ögümə dərəcəsinə bəzən gəlir. Ciyərlərini yoxlatdırmısınız? Yoxlatdırmışsınız. Rengen filan. Nə diaqnoz qoyublar? Heç nə, tərtəmiz çıxır. Heç bir şey. Bəs kardioloqa müraciət olunub? Kardioloqa yox. Yaxşı olardı ki, buna müraciət eləyəsiniz. Elnur həkim təsadüfi demədi bu sözü kardioloqa müraciət eləmək. Oldu xanım, aydın oldu. Təşəkkür edirəm, sağ olun suallarınıza görə. Məlahət xanım, demək birinci sual sizədir, ikinci sual isə iki həkimin hər ikisindədir. Buyurunuz. Xanımımızın dərisi qurudursa, mütləq onda vitamin çatışmamazlığı, yəni A vitaminoz olur. Mütləq yenə də qidalandırıcı yeməklər qəbul etməlidir. Daxilə və xaricə qidalandırıcı maska mən təklif eləyə bilərəm ki, birinci növbədə xanım otlarla buxar vannası etsin. Yəni çoban yastığıdır, gülün bahardır. Bunları buxar vannası qəbul edib üzünü məsamələri açdıqdan sonra dərisinə qidalandırıcı maska, yəni ev şəraitində odur ki, müxtəlif, hətta kələmi süddə bişirib üzünə çəkə bilər, 15 dəqiqədən sonra ilıq suyla yuya bilər və bundan sonra mütləq qidalandırıcı yağlar, yəni ərik yağıdır, müxtəlif, badam yağına qədər, yəni hər bir şey çəkə bilər, zeytun yağı çalışıb, bura A, Y vitamini qatıb, qarışdırıb yağlardan istifadə edə bilər. Amma kosmetoloji şəraitdə biz mezoterapiya eləyirik belə dəriyə, yəni bu dərinin orta qatlarına vitaminlər kompleks şəklində yeridilir və dəri qidalanır, tamamilə quruluq aradan götürülür. Təşəkkür edirəm, çox sağ olunuz. Elnur həkim, ikinci sualla bağlı demək, uşaq öskürür və hərəkətliyik vəziyyətində. Məsləhət verib o öskürəkliyi aradan götürmək olar. Biz nəyi aradan götürəcəyik? Həmin o bronxun konstruksiyasını, yəni sıxılıb öskürək refleksini yaratmasını. Keç burnuzu ilə də aradan götürmək olar. Digər bənövşə otu ilə də götürmək olar. Yəni bunlar aradan götürmək olar. Amma inşallah nəsə çıxmaz, bir kardioloqa müraciət edəsiniz. Ona görə ki, adətən belə bir şey yazılır da, yəni uşaqdır.
qaçırsa, birdən hərəkət eləyirsə, ona deyirlər güclü hərəkət nəticəsində ağciyərin öz tələbatı artır, vaskularizasiyası artanda, əgər uşaqda ağciyər arteriyasının stenozu, yəni pulmonar daralma varsa, bu zaman uşaqda öskürək gətirib çıxarda bilər. Adicə, məsələn, elə böyük xəstələrdə görürsən ki, tez-tez hərəkət edir, tövşür, öskürək tutur. Sonra müəyyən pozisiyalarla həmin o öskürək keçə bilir. O, müxtəlif xəstəliklər qrupuna aiddir. Məsələn, hər bir uşaq anadan olandan sonra ona bal verirlər, yəni Apgar şkalasına görə. O uşağın bal verilən sırada da baxılır, sonra neonatoloq baxır ki, hansı bir ürək xəstəliyi ola bilər, hansı bir ürək xəstəliyinə göstəriş var burada. Amma ki, belə bir problemlər olanda isə mütləq pediatr kardioloqa müraciət eləməlidir ki, həmin o, belə deyək də, qaranlıq qalan yerlər yoxlanılsın. Təşəkkür edirəm, çox sağ olun. Ulduz xanım. Bəli. Mən də məsləhət görərdim ki, yəni fitabronx bitki yığımı var bizim yaşlı aptekdə, mənim tərkibim üzrə hazırlanıb. Belə uşaqlara kömək edə bilər. Bu uşaqda görünür, əvvəlcə qıcıqlanır tənəffüs mərkəzi, yəni çox qaçdıqda, güldükdə və tənəffüs mərkəzinə öskürək mərkəzi yanaşı yerləşirlər, o onu qıcıqlandırır. Yəni sonra öskürək mərkəzini qıcıqlandırır üçün onda başlayır öskürəklər. Yəni bunu nəzərə alaraq orada göyümçiçək bitkisi var. Bu elə birbaşa həmin mərkəzlərə təsir edən bir bitkidir. Ona görə bu bitkidən istifadə etsin. Yəni yeməkdən sonra 5 yaşı varsa, 5 yaşı var dedi. Yox, dedi, 6 yaşı var və olandan da belədir. 2 xörək qaşığı həmin bitki yığımından dəmləyəcək, çay kimi içəcək yeməkdən sonra gündə 4-5 dəfə qəbul edə bilər. Ona kömək edir. Çox sağ olun. Mən Fikret müəllim, biraz tamaşaçılara bir şey demək istəyirəm. Yəni adətən həkim seçəndə, spesifik həkimlər seçəndə onu yanlışlıqlar eləyirlər. Məsələn, kardioloqa kimlər gedir adətən? Belə deyək, deyir, ürəyim sıxılır, getdim kardioloqa, o nerpatoloqa getməli idi. Klimaks keçirdir qadın ki, ürəyim ağrıdır. O ginekoloq o işə baxmalı, endokrinoloq o işə baxmalıdır. O getdi kardioloqa. Amma qolumda biraz ağrı oldu, boynuma verdi. Heç nə. Bu gedir nerpatoloqa, o kardioloqa getməli idi. Bunlar hamısı biridir ki, mədənin yuxarı hissəsi ağrıyır, qastrentoloqda yazır, düzəlir, sonra yenə ağrıyır. O sənin mədənin kardial hissəsinin ağrısında o reseptorlar var axı. Kardiopulmonar reseptorlar var, gastrointestinal reseptorlar var. Bunların qızılaması nasıl olaraq sən get bir kardioloqa, yəni bir kardioqramma keçirtmə elə də bir çətin bir şey deyil. Yəni bunları seçəndə normal seçsələr, xəstəlik diaqnozu tezləşər. Elnur doktor, sadəcə olaraq insanlar şübhəsiz ki, həkim deyirlər və bunu bilmirlər. Siz deyənlərin də heç birini bilmirlər. Buna görə də istiqamət vermək kimin boynuna düşür? Həkimlərin, jurnalistlərin və yaxud da ki, əslində qalan jurnalistlərin də buna heç bir borcu yoxdur. Sadəcə olaraq həkimlərin və terapeutlərin. Amma bunu da mən bayaqları dediyim məsələdir ki, həkimlər professionallıq şeyi biraz çaşdırır, alladır, elə bilirsən. Yadlarından çıxır. Məsələn, adi bir dənə şey deyim. İnsan mədəsindən problemi var, müalicə olunur. Buna yazır. Filan şeyi götür, iç, filan şeyi ye. Amma iç, dərmanı iç, bunu iç, bunu iç, bunu iç. Yadından çıxır onda desin ki, bunu yemə, bunu içmə, bunu belə yat, bunu belə et. Çünki o insan elə bilir ki, elə nə gəldi yeməlidir və nə gəldi etməlidir, sonra da gedib elə dərmanı içəcək, hər şey. Elə bilirlər ki, dərman bir, nə bilim, möcüzədir. Mən bir şey deyim, Fikret müəllim. Əvvəllər siz bizdən də qabaq bilirsiniz də bunları. Əvvəllər necə idi? Bir xəstə girirdi həkim yanına, 5 dəqiqə bundan anamnez toplayırdılar. Yəni xəstəlik tarixi, söhbət elirdi, 10 dəqiqə perkusiya elirdi, askultasiya elirdi. Bu hamısı müayinələr var idi. Yoxsa gəldim, başım ağrır, get tomografiya olun. Gəldi, qanun deyəsən aşağıdır, get bunu olun. Bu MRT lab dərsi. Xəstəni qəbul eləmək düzgün deyil. 20 dəqiqə, 15 dəqiqə vaxt itirmir. Nəyə görə? Çünki çöldə xəstələr çox gözləyir. 2 dəqiqə bir xəstəyə baxıb diaqnoz qoymaq dünya tarixində belə şey yoxdur. Konsiliumlar yoxdur. Ona görə mən sizə razıyam. Məsələn, öz məsuliyyətlərini daşımalıdır ki, mən xəstəliyə tam diaqnoz qoyulmadan o müalicə olunmayacaq. Etioloji faktor lazımdır. Və şübhəsiz ki, bu bizim müzakirə obyekt mövzumuz deyil, amma bir məsələ olmalıdır ki, dünyanın hər yerində həkim məsuliyyəti deyilən bir şey var. Yəni, həkim səhv eləyirsə, bunu hansısa bir məsuliyyətə cəlb eləyirlər. İnzibati mi, cinayət məsuliyyəti mi və s. Bizdə bu yoxdur. Yəni, həkim neynəsə də ona belə bir cəza filan zad nəzərdə tutulmayıb. Qanun, indi yəqin ki, inşallah bizim gələcək qanunverici orqanlar bu haqqında düşünürlər, artıq düşünürlər. Bunu düşünəcəklər və qeyd eləyəcəklər. Onda mənə elə gəlir ki, həkim də adama deməyəcək ki, salam əleykum, əleykum salam, çıx get. Bilirsiniz, Fikret müəllim, bu şey yaradan adamlarda da var. Bu həkim məni niyə gec buraxdı? Mənim növbəmdə bu niyə 1 saatda xəstəyə baxır? Bu xəstələrdə də səhvlər var. Və xəstələrdə necədir?
məsələn, Rusun xəstəsi girəndə aptekaya, girir bitkinin istifadə qaydasına baxır, orasına baxır, burasına baxır. Bir araşda elə deyil Ulduz xanım. Bir Rus xəstə gələndə görür nə qədər sual verir. Amma bizdə heç nə, bu belədir, qutar ki, bunu içəcəm, 10 gün içsim, düzəlim, qutardı, getdi. Bu davamlı gəlməlidir. Yəni görünür bir həkimliyin özündə belə bir şey yaranmalıdır ki, gələcək üçün bu nəzərdə tutulmalıdır ki, xəstə artıq gəlib orada növbədə dayanıb oturmamalıdır, amma yazılmalıdır. Məsələn, filan saatda filan kəs gələcək filan müayinəyə, filan saatda bu yazılanda o da öz vaxtını dəqiq təyin edir və gəlib orada əsəbləşməz, heç bir əsəbilik keçirməz və bu da yavaş-yavaş olmalıdır. Çünki elə klinika açmaqla deyil ki, klinikalarda xüsusi bir üslub olmalıdır. Üslub bütün dünyada var və bütün dünyanın, şübhəsiz ki, biz də bir dünyanın bir hissəsiyik və bu praktikada tətbiq olunmalıdır ki, gələcəkdə tutaq ki, xəstə heç də gəlməli deyil, zəng eləməlidir. Mən istəyirəm gəlmək və yaxud da ki, internetlə mən filan şeyi, siz sabahları saat 18:40-da, yəni onu xüsusi bir reception məşğul olmalıdır bundan. Belə bir şey olmalıdır. Onda əlbəttə ki, hər şey yolunda olacaq inşallah. Mən güman edirəm ki, bizdə şübhəsiz ki, həkim potensialı var. Xüsusən də indiki gənclərin öyrənmək ehtirası, dünyaya çıxmaq və görürsünüz ki, nə qədər insanlar istəyir ki, xaricə getsin, oxusun filan zat. Mən bunun hamısını alqışlayıram və görürəm ki, həqiqətən də gənclərimizdə daha çox bu günləri maraq var. Şübhəsiz ki, indi oxumayanları demirəm, oxuyanlardan danışıram. Belə, bizim telefonlarımız 510-02-04 69-74 SMS ünvanımız açıqdır. Alo. Alo. Tamaşaçımızın səbri çatır. Alo. Bəli. Eşidirəm. Cavab verin. Doktor, salam aleyküm həkim. Bu aleyküm salam. Buyurunuz. Bilirsiniz həkim, mən bu ağzımda, damağımda da, dilimin altında bu çox tez-tez belə yara əmələ gəlir. Yara deyəm. Ağ əvvəl balaca bir suluq kimi olur, yoxsa necə? Suluq kimi içində qan yığılır. Qan yığılır, sonra partlayır, ağır yaralar. Düzdür. Oldu. Aydın oldu. Bu nədir? Nədən ötürü? İndi deyərik nədir? Oldu. Aydın oldu. Təşəkkür ederim. Sağ olunuz. İkinci telefonu qəbul edək. Alo. Yoxdur. İkinci telefon. Yəni alınmadı. Səbri çatmadı tamaşaçımızın. Elnur həkim cavablandırmaq istəyirsinizsə buyurunuz. Stomatoloji müayinə lazımdır. Bəlkə də ətrafdakı hansısa bir problem var, o da yarada bilər. Görüntüsüz olmadan nəsə bir diaqnoz deməyəcəm. Əslində qalanda bu çox yayılmış bir şeydir. Bu stomatit kimi bir şey, yəni stomatitin növləri və yaxud da ki, belə deyək, herpeslə bağlı olan bir şeydir. Bu balaca sızanaqlar kimi dilin altında, dilin üstündə, dodaqda, üzün içəri tərəfində görürsünüz ki, balaca qırmızı qan yığılmalar kimi olur əvvəl. Sonra partlayır, partlayandan sonra isə elə bil ki, kapilyarlar da partlayıb yığılıb ora. Ondan sonra isə ağ ərf şəklində yara və özdə sağalmaq bilmir, uzun müddət. Bu herpesin? Yox, yəni əgər ağrılıdırsa herpesdir. Əgər gedib qayıdır, qaydanda gec gedirsə herpesdir. Bəli. Ağ dediyiniz, içi qırmızı, kənara ağ olan, ona törətçisi Candida albicans deyirlər. Alba latınca ağ deməkdir, Candida göbələkdir. Bəli, göbələk. Yəni Candidanın 4 növü var, onun biridir. Bu da nədən sonra yaranır? Kandidaya türklər fürsatçı, yəni fürsət tapan göbələklər deyirlər. Nəyə görə? Çünki immun sistemin düşən kimi, imkan tapan kimi hücum edir. Orqanizmdə problem olan kimi o fürsət tapan göbələklər gəlib həmin yerdə zədələnmiş yerlər yarada bilər. Bir də əgər ancaq dildədirsə problem, o olur B12 çatışmazlığında, B3 çatışmazlığında. Burada yox, tək dildə olmur. Mən də ona görə dedim. Ətraflarındadırsa o stomatit diaqnozu qoyulubsa, ağız bir ay dalbadal qarqara olunmalıdır, yaxalanmalıdır tiaseplə. Stomanginol da yaxşı kömək edir. Stomanginol yeməkdən sonradır, tiasep yeməkdən qabaq. Bir də yaxşı olar ki, əgər təkrarıdırsa bu adamda, bu müayinə olunmalıdır. Bunun istər-istəməz immun sistemində zəifliyi var. Bir də stomatoloq müayinəsində olmalıdır. İmmun sistemini artırmaq üçün immun gücləndirici bitkilərdən, macunlardan istifadə edə bilər. Necə ki, insanların çoxusu immun sistemini yaxşılaşdırmaq üçün, qüvvətləndirmək üçün, müqaviməti artırmaq üçün macunlardan istifadə edir. Məsələn, fitoklubba tez-tez müraciət edirlər müqaviməti artırmaq üçün. İmmunitariya çayından yanaşı istifadə edə bilər, qarqaraları isə unutmamaq şərti ilə. Təşəkkür edirəm. Ulduz xanım, əlavəniz varsa buyurunuz. Əlavəm var. Ona nədən qarqara etsə, həmin xəstəyə kömək edər. Demək, adaçayı götürəcəkdir, bir xörək qaşığı, bir də dazotu, bir xörək qaşığı. Yarım litr suda 10 dəqiqə qaynatmaq lazımdır. Qaynadılır, soyudulur, süzülür. Bunun üzərinə bir xörək qaşığı propolisin 30% cöfəri əlavə edilir. Gündə qarqara edilir. Gündə 2 dəfə, 3 dəfə qarqara etsin. Yaxşı olar ki, qarqaradan sonra 1-2 qurtumda həmin məhluldan daxilə qəbul etsin.
Və daxilə qəbul etmək üçün qızılkökün cöfəri ən yaxşı, yəni həm immuniteti artıran bir şeydir, həm gerpesə, həm göbələyə, hər şeyə qarşı təsirlidir. 20 damcı gündə 3 dəfə qızılkök cöfərindən istifadə etsin. Çox sağ olun. Bir dənə də mən deyim, bu da nədən ibarətdir? Demək, xüsusi turşular indi hazırlanır. Yəni vitaminləşdirilmiş turşular. Bu meyvələrin turşularıdır. Marketlərdə satılır. Həmən adamlar ən yaxşı olar ki, günün müəyyən hissələrində bundan ağzı vitaminləşdirmək üçün, diş dibini zənginləşdirmək üçün o turşulardan sorsunlar. Bu sorma həm o xəstəliyin qarşısını ala bilir, həm də ki, vitaminlərlə zənginləşdirir, diş dibini zənginləşdirir. Bütün bu qarqaralar, zatlar öz yerində. Amma o turşular turşu kimi də acı, yəni turş dadı vermir. Əslində qalanda bir qədər şirin də dadı verir. Yəni bütün meyvələrin, bir neçə meyvənin marketlərdə var, alma şəklində var, nə bilim, cürbəcür meyvələrin şəklində. Bundan alıb istifadə eləsələr yaxşı nəticə almaq olur. Dədə-babadan əslində qalanda belə xəstələri nə ilə sağaldırdılar? Bu tutma turşular deyirlər, pişmiş turşu, yəni qatı olmayan bir qədər duru turşular deyirlər ona. O turşulardan istifadə edirdilər belə müalicələrdə. İndi hal-hazırda var da, hazır marketlərdə var, götürüb istifadə eləsinlər. Bütün müalicələrlə paralel olaraq. Belə bizim SMS-lərimiz çoxdur. Mən istəyirəm, vaxtımızsa çox azdır. 3-4 dəqiqə qalıb, amma burada bir SMS məni çox maraqlandırdı. Yazır ki, salam, 4 aylıq körpədir. Anadan olandan 37-5 qızdırması var. Demək, daxili təzyiqi var və xahiş edirəm cavablandırasınız. Bax, belə bir Elnur doktor. Bu boyda problem varsa, bunlar niyə 4 ay gözləyirdilər? Bu bir. Anadan olan kimi, belə deyək, uşaq doğulan kimi belə bir problem varsa, bu sahə pediatr nəzarəti altına düşməlidir. Nerpatoloqa müraciət eləsin. Ola bilsin ki, belə deyək, erkəklə daxili təzyiqi varsa, onu yaradan səbəb nədir? Və temperaturla yanaşı olmağı, yəni ola bilər, meningit mənşəli də ola bilər. Nə qədər tez düşsələr, biz buradan müxtəlif informasiyalar verə bilərik. 2 aydan 2 yaşa qədər filan infeksiya yaradır. 2 yaşdan 4 yaşa qədər filan infeksiya yaradır. Bu artıq həkimin işidir. Buna da uyğun nerpatoloqa müraciət edərsiniz. Təşəkkür edirəm. Bir də Ulduz xanım, belə bir yazır ki, mədədə qastrit zamanı hansı bitkilər məsləhət görülür? İstəyirəm, bunu da siz cavablandırasınız. Qastrit zamanı əvvəlcə qastritin növü müəyyən olmalıdır. Hiperasit qastritdir və yaxud hipoasit qastritdir. Yəni hiperasit qastritin müalicəsində ayrı bitkilərdən istifadə olunur. Hipoasit qastritin müalicəsində ayrı bitkilərdən istifadə edilir. Ona görə biz onu cavablandıra bilmirik. Təşəkkür edirəm. Demək, burada Elnur doktor, bir dənə də sual var ki, salam, məndə böyrəkdə urat duzu var. Xahiş edirəm, mənə məsləhət verəsiniz. Bu da vaxtımızın azlığını nəzərə istəyirəm ki, cavablandırasınız. Ölçüşə nəzarət eləsin. Bir də qidalanmaya nəzarət eləsin ki, çox çəkilmiş ətli qidalardan istifadə etməyəcək. Uratlar zamanı herbaflorada istehsal olunan uralitin çayından 14 gün müddətindən yeməkdən sonra istifadə etməlidir. Uralitin çayı 14 gün istifadə olundan sonra təzə analiz verəcək və olmayacaq. Mələt xanım, axırıncı dəqiqəmizdir. Buyurun, sizin də bir əlavəniz varsa buyuruz. İndi xanımların dərisi çox quruyur. Xanımlara təklif edərdim ki, gerkulesi götürüb üzərinə süd əlavə edib, süddə isladıb və bu həmin bura bir xörək qaşığı bal və bir xörək qaşığı zeytun yağı əlavə edib, bir qaşıq da qaymaq əlavə edib üzə çəksinlər. Dəri həm qidalanacaq, həm də üzdə olan qırışlar açılacaq. Təşəkkür edirəm, çox sağ olun. Demək olar ki, biz çalışdıq ki, bu günləri əziz tamaşaçılar kifayət qədər suallarınızı da cavablandıraq və buna baxmayaraq bizim hələ ki SMS-lərimizdən qalan var. Burada məsələn bir neçə SMS var. Bunlardan biri yazır ki, salam, zəncəfildən arıqlamaq üçün istifadə oluna bilərmi? Bir də arıqlamaq çaylarının əks təsiri nədir? Deməli, mən bunu özüm cavablandırım ki, zəncəfildən arıqlamaq üçün istifadə etmək olar. Nəinki zəncəfildən, istiyotdan, ümumiyyətlə acı ədviyyatlardan arıqlamaqda istifadə olunur. Amma o ki, arıqlamaq çaylarının içərisində hansında ki, dəfələrlə Füzuli həkim deyib, hansında ki, işlədici maddələr var, məsələn, kara kuruşina kimi, yəni kövrək murdarça kimi və yaxud da ki, senna kimi, o zaman bir qədər ehtiyatlı davranma, yəni 10 gün fasilələrlə istifadə eləmək lazımdır, sonra isə işlədici dərmanlardan istifadə etmək lazım deyil. Əziz tamaşaçılar, bizim bu günlük vaxtımız sona çatdı. Buyuruz, bizim
istifadə etdikdə qara istiotdan da, kimi mədəsində problem var, qastrit var, bağırsağında kolit varsa ehtiyatlı olsunlar. Əks təsir göstərə bilər. Çox sağ olun. Bütün bunlarla bərabər biz sizin üzünüzə gələn bayramınızı təbrik edirik. Can sağlığı arzulayırıq və gələn görüşmək ümidi ilə, yaxında görüşmək ümidi ilə sizdən ayrılırıq. Sağ olun, sağlıqla qalın. Əsas odur ki, çarəsiz qalmayın.